Məsələmiz bunlar. Həcm bərabərdir, həcm bərabərdir. A vurulsun B, vurulsun N. N düsturu. Nədir bu? Qrafik məsələdir, qrafik. Sonra həcm bərabərdir. S vurulsun, S vurulsun, S vurulsun N düsturundan istifadə etdik. Bir də ki, arxivləşdirmə. Bir də həcm bərabərdir. Sürət vurulsun zaman. İndi hərfləri şey olaraq işlətdim sizin. Bu düsturları sadəcə birləşdiririk. Bax, gəlin birinci qrafik məsələyə baxın. Belə bir şəklimiz var. Qrafik məsələdə nə deyir? İndi bu tipdə suallar işlədəcəm sizə. Daha çətin versiyalar. Deyir ki, belə bir şəklim var. Bura bir tərəf A-dır, bu tərəf B-dir. Mən müəllimənizin şəkli çəkildi. Şəklin üstündə müxtəlif rəng çalarları var. Bu da en çalardı. En çalardı. Nədir en? Rəng çalarıdır. Deməli, tərəfləri bir-birinə vururam və bir də vururam enə. Bax, mənə deyir ki, şəklimiz 10 vurulsun 10 nöqtədən ibarət. Burada ondur, burada ondur. 256 rəng çalarına malikdir. Əgər 256 rəng çalarına malikdirsə, deməli bir nöqtəni baba. Bax, bunlar hər bir nöqtədir. Ümumiyyətlə yadınızda saxlayın ki, biz normal həyatda rastra vektor qrafikasından istifadə edirik də, yəni bu şeylərdə, çəkilişlərdə. Amma biz sizinlə informatikada öyrəndiyimiz ancaq raster qrafikası təsvirləridir. Biz bunların üzərində sıxlaşdırırıq, nə bilim, nöqtələrin sayına görə həcmini tapırıq, neçə rəng çalarından istifadə olunub onu axtarırıq və s. və ilə axır. Yəni bu şəkli biz nə qədər sürətlə göndərə bilərik, onlara baxırıq. Şimdi dərsə başlayırıq. Mənə informatikada neçə düz yazmısan? Salam Əlmə. Salam, neçə düz? Mən Hə, 16 düz 3 tamam, ortalama. Hə, neysə. Ortalama yaxşı. 5 düz. Hə. Müəllimə sənə də demişdim də əvvəlcədə mən sıfırdan dərs keçmirəm. Yəni mən, hə, çünki mənim öz şagirdlərim ortalama normal yazmışdı deyə mən onlarla sıfırdan nə isə harasa şey eləyə bilmərəm. Yəni sıfırdan o deməkdir ki, biz 15-16 düz üçün belə deyək, əlləşirik, vuruşuruq. Bir də var ki, 15-16 düz yazırsınız, biz 26-27 və yaxud da ki, maksimum nəticə üçün vuruşuruq. Yəni hal-hazırda keçəcəyim dərslərdə normalda öz uşaqlarımdan burada girməyənlər də var. Girənlər də 24-ün, 25-in üstündə yazıblar. Yəni ikinci turda ona görə qoşulmuşuq ki, dərsə maksimum nəticə toplamaq üçün qoşulmuşuq. Sırf sizin maksimum nəticəyə hazırlayıram mən. Yəni ona görə rahat misallarla getməyəcəm. Prosta indi bunlardan bir dənə giriş verirəm. Avrosun Bey, mənim şəklim var, şəklimin üstündə 256 rəng çalar var. İndi deyir ki, bir nöqtəyə nə qədər düşəcək bir nöqtəyə? Bunu 2 üstə n düsturu ilə götürürdük, 8 bit düşürdü. Burada 10 nöqtədir, burada 10 nöqtədir. 10 vurulsun 10 nöqtə, vurulsun 8. Bu da eləyir 800 bit. Bundan sonra bizə nə edirsə ona da çeviririk. Da bundan sonrası şeylik deyil. Sonra qrafik təsvirdə nə var idi? Modellər. RGB modeli var idi. Neçə bit idi? 24 bit. Gənclər, bu rəng çaları deyəndə neçə rəng çalar var? Mən deyirəm ki, 224 rəng çalar var. Yəni çoxlu-çoxludur. Prosta biz sizinlə bunları birbaşa enin qiymətini öyrəndiyimizə görə 24 bit deyil. Yəni rəng çaları təkcə burada 24 deyil. Yəni çaşdırıcı məqamlardan biri deyəm onu vurğulaya deyirəm. SMYK-da neçə bit idi? 32 bit idi. Sonra Truecolor-da neçə bit idi? 24 bit idi. Monoxron, ağ-qarada 1 bitdir. Bir də bizə var Hightcolor. Hightcolor-da burada da 16 bit idi. Tamam mı? Rənglər, nöqtələr verildi. Nöqtə nədir? 1024 vurulsun 512 şəkildir və hal-hazırda dörtkün şəkildə. Sağ və solda, üfüqi və şaquli istiqamətdə bizdə nələrdir? Nöqtələrdir. Üstündə də, nə bilim, 512 rəng çalar var. 1024-ü vurursan 1024-ə, bir də vurursan 9-a. Bu olur sənin ümumi həcmin. Hansına deyirsə ki, çevir, ona da çevirirsən, orada heç bir problem yoxdur. Bir dənə də bunu deyim. Arxivləşdirmə ilə bağlı düşünürəm, hamınızın heç kimin problemi yoxdur. Əlini Coşqun 35% arxivləşdirəndə sənə neçə verəcək? 30% arxivləşdir. Yaxşı. Yəni 30%.
İşlərində 30%-ni tapmalıyıq da 15 il. Yəni də aldığın nəticə nə olacaq? 50 megabaytın 30% bizə nə verəcək? Yerdə qalan. Yerdə qalanda. 35. 15 əldən çıxırsan şeyində, yəni yekun nəticə olaraq neçə həcmin qaldı? İndi riyaziyyatda isə 15 iqtisad. aha, 35. Yəni düşünürəm ki, bununla bağlı bir probleminiz yoxdur aktivləşdirmə ilə bağlı. Lakin nəyisə deyirsək ki, neçə faizidir? 40-ın 15%-ni axtarıram. 40 özü 100%-də yerləşir. Bu 100%-i oturub rahat kresloda əyləşib. Heç bir problemi yoxdur. İndi deyəndə ki, bu 40-ı 15% sıxlaşdır, bu o deməkdir ki, bu bayaqdan rahat-rahat oturmuşdum. İndi burada bir 15% yerim azalar, sıxlaşdıran bir qrafda otururam. Neçə faizdə? 15% azaltdımsa mən neçə faizdə oturacam? Yəni 85%-də. Amma 85%-də oturacamsa mənim həcmim nə qədər azaldı? Elə bir ki, kilom azaldı da. Kaş azalsa, amma nəysə. Deməli, mən 85%-də oturacam. Çünki 15% aktivləşdirirsən axı. Bu da deyir, x bərabərdir. 40-ı vurursan 85-ə, bölürsən 100-ə, bu birbaşa qiymətdir də artıq. Və özünüz taparsınız. Aktivləşdirmə. İndi sizə qəşəng bir sual verirəm. Aktivləşdirmə, bir də sürəti bir dənə yadınıza salaq, bura ayrıca toxunacam bu məsələyə. Sürət məsələsi nədir? Keçəcəyimiz məsələlər üzərinə. Sürət məsələsi nədir? Bu da fizikanın ilk dərsidir. O mən o vaxt bizim bir müəllimimiz vardı, məktəb müəllimimiz idi. Ondan öyrənmişdim. Heç mən məşğələdə öyrənməmişdim. Həcm bərabərdir, sürət vurulsun. Zaman kimi qorxurduq müəllimlə. Rəhmətə get, bala rəhmət eləsin. Sürət vurulsun zaman. Deməli, ümumiyyətlə, obşi həcmi tapanda, buradan o qənaətə gələ bilərəm ki, əgər yekunda məndən həcmi soruşursa, gözümün nə görürsə hamısını bir-birinə vuracam. Görürsünüz, həcm bərabərdir, A vurulsun, B vurulsun, N. Həcm bərabərdir, S vurulsun, S vurulsun, N. Əgər mən həcmi axtarıramsa, gözümə nə görsənirsə hamısını bir-birinə vururam. Bitdi, getdi. Həcm bərabərdir, sürət vurulsun, zaman düsturu. Sürət zaman, deməli, həcmi axtardan sürətlə zamanı bir-birinə vurdunuz. Amma sürəti axtaranda sürət də bərabərdir. Əgər içlərindən sürəti, S-i, A-nı, B-ni axtarırsansa, həcm axı səni yekunda verib, həcm böyük bir şeydir. O böyüyü götürürsən, digərinə bölürsən. Həcmi bölürsən sürətə, eyni zamanda zamanı da bölürsən nəyə? Sürətə, zamanı da axtaranda. İndi gənclər, sizə qəşəng bir iki misal hazırlamışam, qoyun. Axtar tapsa. O qədər də qrup var ki, heç bilmirəm ki, yaratmışdı. Link qrupu, material qrupunu atmışdım. Deməli, burada Messi bir. Buna ihtiyac yoxdur. Deməli. Bundan bağlı bunu qoyuram burada, gedin Word-də vərəq açın. Sizə də rahat olsun, sonra lazım olana buran. O ümumi belə bir təkrar idi də məsələ tipləri. Bu gün ancaq məsələlərə baxacaq. Ev tapşırığı da Arraydan verəcəm. Çünki biz Kodera adı Rəşad Rəsulovdu, deyimi bəlkə 20 dəfə təkrar elədik. Sınaq 20 kitabında çox işlədik. Sınaq 20 ilə deyimi son 10 gün qalmış bir də təkrar elətdirəcəm orada. Yoxdur, bir problem yoxdur. Amma biz Arraydan oradan işləmişik də. Array təmiz işləməmişdik. Kodera adı, nə bilim, o digər kitabları bələdçində işlədik. Amma Arraya oradan baxdıq. Arrayı başdan ayağa sırf işləməmişik. İndi də başdan ayağa işləməyəcək, amma müəyyən mövzuları oradan verəcəm. Yəni daha çox Arraya yüklənəcək, belə deyim. Gənclər deyir ki, raster təsviri. Bunu yazırsınız, ben burada açıram. Telefondan yazmayın, buradan yazın ki, tez görün. Raster təsviri, mesajda yazırsınız. Raster təsviri RGB-dən 64 rəngli palitraya dəyişdirildi. 64 rəngli palitraya dəyişdirildi. Təsvirdə olan piksellərin ümumi sayı, deməli, piksellərin ümumi sayı 4 dəfə artdı. 4 dəfə artdı. Bu əməliyyatdan sonra həcm necə dəyişər? Həcm
Necə dəyişər? Mustafa neçə düz yazdı? Mustafa yekundan neçə düz yazdı? Allah səni biabr eləsin. 600'ü keçdirmir mi bal? Biabr eləmisiniz. Yaxşı oldu. 24-25 yazdın onda informatikanı. Açıqlar tam bal verməlidir axı sənə. Qapalıdan da səhvin sənin. 25 bal itirmişsən ya. Vay vay vay. Neyse. Gəlin sualımıza bax. Bir də mən sizə nəzəriyyə atacağım. O nəzəriyyəni çıxarırsınız 80 səhvəlikdir. Çıxartdıqdan sonra nə edirsiniz? Yaxşı bir şey eləyəcəksiniz. Qoy deyim. Çıxarırsınız, çıxartdıqdan sonra hər dərsin. Zaten hamınız onları keçmişsiniz. Ümumi o mövzularda da gəlib toxunacaq. Amma hər dərsdə mən oradan sizə 5 səhifəni sual cavab eləyəcəm. Hər dərs 5 səhifə. 10 dəqiqə ayıracam, 5 səhifə sual cavab eləyəcəm. Gələn dəfədən 10 da eləyəcəyik. Çünki nəzəriyyəni yazmamışdınız. Deməli, gənclər, 2 dənə şəkil var. Diqqətiniz burada olsun. 2 dənə şəkil var. 2 dənə şəkil var. Nahid, buradasan? Nihat idi, Nahid idi. Nihat, Vahid mən buradayım. buradasın. 2 dənə şəklimiz var. Bura A-dır, bura B-dir, bir də N-miz var idi. A, B, N. Düstur nə idi? Həcm bərabərdir. A vurulsun, B vurulsun, N. A vurulsun, B vurulsun, N. Baxın, indi bunların üstündə dəyişiklik yaparıq. Deyir ki bizə, RGB-də bayaq dedik ki, N-in qiyməti neçə bit? 24 bitdir. A vurulsun, B vurulsun 24. Bax, mənim həcmim budur. Bunu burada saxlayıram. Deyir, təsvirdə olan piksellərin ümumi sayı 4 dəfə artdı. Piksellər nədir? A vurulsun B. Yəni, A vurulsun B-ni 4 dəfə artırıram. 4 dəfə artır deyəndə 4-ə vururam. Bu arada, N-in qiyməti də RGB-dən 64 rəngli palitraya düşür. Palitra yəni çoxlu rəng deməkdir. Rənglər çoxlu. Rəng çalar deməkdir. Onda 64-də də nə qədər olacaq? 6 bit. N-in qiyməti oldu 6 bit. Deyir, bundan sonra həcm necə dəyişir? İndi bunu da sadələşdirsəm, A vurulsun, B vurulsun 24 eləyir. Baxıram ki, girişdə də 24 bit idi, A vurulsun, B 24-dür. Çıxışda da A vurulsun, B 24-dür. Ona görə deyirəm ki, həcm dəyişməz. Gənclər, həcm dəyişməz. Ala bilmişdiniz? Başa düşə bilirik bir-birimizi. Mələk bir-birimizi başa düşə bilirik. Bəli, bəli. Ləma, sən cavab yazmamısan bura. Başa düşməmişdin sualı. Yox, Yazmışam. görmədim, hə. Sveta. Ay, Turanə, Sveta yoxdur dərsdə. Buradayam müəllim. Başa düşdün? Bəli, müəllim başa düşdüm. Qrafik təsvir 256 vurulsun 512 nöqtədən ibarətdir. 64 rəng dərinliyi var. Rəng dərinliyi. Qrafik təsvir şəbəkə ilə ötürülmə zamanı deyir ki, neçə saniyə lazımdır? Sürət də ki 2 megabitdir. Sürət 2 megabitdir. Megabitdir. Teyn axtarırıq. Yazsın görüm. Mən də burada adlara baxım. Coşqun, başa düşürsən? Mən Alidə, vəziyyət Alidə. Başa düşürəm. Cavab yaz ondadır. Cavab yaz. Başa düşürsən, cavab yaz. Nahid 4 saniyə yazır.
Bilmirəm uşaqlar, mən əzbərləmədiyimə görə cavabları. Bir dəqiqə vaxtınız var. Hər sual bir dəqiqə sonra şeyə. Ayda bu recordingi dayandırmıram. Şey olacaq. Eyb yox, neysə. Bundan sonraki suallarda dayandırarım. Gənclər, bax, hansı düsturdur? Həcm bərabərdir A vurulsun B vurulsun N. Burada mən həcmi tapa bilərəm. Məhəmməd yazıb. Rəng dərinliyi. Bax. 256 vurulsun 512 vurulsun 64 rəng dərinliyi. 64 rəng dərinliyi. Bu biz rəng dərinliyi dediyinə görə, ay gənclər, birbaşa 64-ün birbaşa özünü götürürəm. Əgər desəydi rəng çaları, palitradakı rənglər mən sizlə götürərdim, 2-nin qüvvəti şəklində götürərdim, kiçik yeni axtarardım. Amma bizə nə deyir? Deyir ki, rəng dərinliyi. Rəng dərinliyi birbaşa N-in kiçik yenin qiymətidir. Deməli, nə oldu rəng dərinliyi? Birbaşa kiçik yenin qiyməti oldu. O zaman yazıram ki, bu mənə həcmi verdi. Baxın, bitlə verib həcmi. Həcmdir. T-ni tapanda nə dedim sizə? Dedim ki, həcm daha böyükdür. Həcmi bölürsüz digərinə. Yazıram. T bərabərdir. Həcmi bölürəm digərinə. Digər nədir? 2 megabit bölünsün. Gənclər, yuxarı bitdi zaten. Aşağıda megabitdir. Kilobit, megabit, gigabitlərimiz var idi. 1 kilobitimiz 210 bitdir. 1 kilobit 210 bitdir. 1 megabit 220 bitdi. 1 gigabit 230 bitdi. Deməli, gətirirəm bura 208 vur, 209 vur, 206 bölünsün, 2 vurulsun. Megabit nə qədər oldu? 220. 220-yə. 17, 17 ilə də 6, 23, 21, 202, 4. 4 saniyə. Night'da başqa heç kim tapmamışdı bunu. Biabır olasınız sizin. Mən hardan bilim ki, yazmısınız, yoxsa yazmamısınız? Ay, 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 ay. Evet, qəşəng bir sual verirəm, möhtəşəm bir sual verirəm. Diqqətli olun. Bunun üçün 3 dəqiqə vaxt verəcəm. Qrafik təsvir və yazın görüm yaza bilirsiniz, yoxsa yox. Orada mesaj bölməsini niyə açmışam? Dəliyəm mi açmışam? Qrafik təsvirin rəng çaları 1024-dən 10-a endirildi. Piksellərin 2də biri silindi. Sonda 80% artfləşdi. Qrafik təsvirin həcmi necə dəyişər? Həcm necə dəyişər? Mustafa, bugün ayağın dərsdə Məhəmməd səni arzulayırdı. Bu suallar bəlkə biraz çox vaxt verdim onlara. Okey, izah elə, mən də yəni eşlik edirəm. Kömək eləyəcəm sənə. Burada birinci rəng çaları 1024 deyirsə, bunun 210, orada kiçik yenimizi 10 tapırıq. Aferin bizə. Hə. Aha. Sonra deyir, ona indirildisə, biz onu 2 üstü qüvvətin şəklini göstəririk. O da 2 üstü 4-də yerləşir. Bəli, 12-dən hansı qüvvət arasında olur? 4. Aha. O da 4 bit eləyir. Aha. Sonra sonra da bunu bölməliyik 2-yə. AB vur 4 böl 2, sonra da 20%. Elə olmalıdır. 20%, %20, hə? Hə. Burada cavab neçə verəcək bizə? Evet. 0,4 AB.
0,4. 0,4 idi. Hə, deyəsən 0,4. Bəli, bəli. Okey. 10 bitdən A vurulsun B vurulsun 10 bitdən A vurulsun B vurulsun 0,4 bit edir. Onu da böləndə təxmini olaraq nə qədər düşür? Nahid, biz cavabı e, neçə faiz artleşdirdik? Neçə faiz dedim? Nə dedim mən cavabda? Həcm necədir? Hə, dəfə ilə deməliyik biz gənclər. Onda dəfə ilə deyilirsə, Ləman nəyə müraciət edim? İmamzadə, İmamzadə. Ben birinci bölgüsüne bir düzenleyeyim. A vurulsun B-ni, A vurulsun B vurulsun onu böləcəm nəyə? A vurulsun B vurulsun, bu niyə əyri yazır? 0,4'e. Burada neçə alacaq? 25. 25 almırıq. Sonra faizlə 25 edir. Nə qədər alırıq? Türkçəni nə qədər alırsan? 104'e bölmeliyiz. Aynen. Nəyi? 104'e bölmeliyiz. Aha. Hadi hə 25. 25 olur. 25 dəfə. Nə olur? 25 dəfə nə olur? Artır yoxsa azalır? Azalır. Azaldı. Bəli, 25 dəfə azalır gənclər. 25 dəfə azalır. Görürsünüz ki, biz yəni standart şeydən, suallardan da görürüz ki, standart deyil də suallarımızda. Əvvəlki kimi nə bilim şeylər tapmırıq. İndi daha bir neçə belə deyək, məsələni birləşdiririk. Gəlin bir qrafik təsvirlərlə bağlı da bir dənəsini də verim, sonra digərinə keçərik. Hə, bu asan sualdır. Deməli, Nahid də bunu yazdı. Şeydə, Coşqun da yazdı. Nahid sonra bir tamam. Nahiddə biraz səhvlik oldu. Mələk, Hüseyin, diqqətli olun. Sveta, Turanə. Sizin cavablarınızı görmədim. Görmürəmsə, yəni dəyərləndirirəm ki, yaza bilmədiniz. Eyni tip sualdır və sizdən cavab gözləyirəm əsas. Qrafik təsvir. Təsvir. 514-dən, deməli, rəng çaları, qrafik təsvirin rəng çaları 514-dən 12-yə endirildi. 12-yə endirildi. Şaquli piksellər 2 dəfə azaldılıb, 2 dəfə azalıb. Üfüqi piksellər isə, üfüqi piksellər isə 5 dəfə artırıldı. 5 dəfə artdı. Və qrafik təsvir 20% artırıldı. Qrafik təsvirin həcmi necə dəyişər? Faizlə ifadə edəcəksiniz. Necə dəyişər? Faizlə ifadə edəcəksiniz. Başlanğıc olaraq bir dənə düstur yaza bilərəm, Alidə. Buradan da yazıram. 514-dən endirildi. Onda burada enin qiyməti neçə olacaq, Alidə? Ay sağ ol 10. Bax, birinci ilə işim yoxdur zaten. A vurulsun, B vurulsun 10 bitdi. Düzdür, Alidə? Bəli. Aha. Keçirəm bura. 12-yə endirilibsə burada enin qiyməti nə qədər olacaq? 4. 4. Bir iki dəfə azalıb. Azalıb deyirsə fərqi yoxdur da onsuz üfüqi şaqülü. Mən bölürsən 4-ə. 2-yədir. 2 dəfə azalıb. A bölünsün 2. B-ni də 5 dəfə artırdı. Vurulsun 5'e. 5-ə. Okey. 20% artırlaşdırırsa bir dənəyə vuracaqsan Alidə. Onda 8'e. 0,8-ə də vura bilərsən. Hə, belə də yaza bilərəm. %80-ə də vura bilərsən. Bu da zaten 0,8 edir də. Heç. Bunlar da ixtisar gedəndə 2 qaldı. 5-i 2-yə vuranda 10. Onun da 0,8-ə vuranda neçə qalır? 10, 8. 8. Bu arada burada A vurulsun B də var. A vurulsun B. Bax burada. Buradan bura düşdü. İndi sən zaten bunları bir-birinə bölürük də, düzdür? 10-u bölürsən 8-ə də, düzdürmü? Alidə. 10-u 8-ə böləndə neçə düşür? 1,25. 1,25. Mən də deyirəm, bunu faizlə göstər. Faizlə göstər. Sən də faizlə göstərəndə nə yazırsan? Görüm cavab heç yazan var. Görmədim mən. 20%. 20 niyə uşaqlar? 25% deyil.
20% nətər almısınız? Görüm Turşuayna 20% nətər aldı? 25% artmır. Azalır da müəllim 20%, 80% qalır. Siz mən dəfə ilə tapdınız. Uy, hə, sorry uşaqlar. Məsələn, nəyi soruşurdu? Qrafik təsvirin həcmi necə dəyişər? Hə, 20% azalar. Bundan işimiz yoxdur. A vurulsun, B vurulsun 10 bitdən düşüb nəyə? A vurulsun, B vurulsun 8-ə. 20% nə olar? Azalar. Sonra keçirəm növbəti sualı. Gəlin bir dənə belə bir sual verim. Sonra keçək digər məsələ tipinə. Bundan bağlı biraz düşünürəm. Biraz toparladınız da aşağı yuxarı. Deyir ki, uşaqlar 0, 2, 3, 5, 6 rəqəmlərindən istifadə etməklə deməli, nə dedim? 0, 2, 3, 5, 6 rəqəmlərindən istifadə etməklə düzələn 3 rəqəmli 300-dən böyük ədədlərin sayını tap. 300-dən böyük ədədlərin sayını tap. Bir iki dəqiqə buna verim. Hə, Alida. Mələkdən işləyəcəkdir. Hə, ilk rəqəm 3-dən böyük olmalıdır. 3, 5, 6 qoya bilərik. Zaten bu Üç bir rəqəm riyaziyyatdan. birlikdə. Aha. Hə, 3 dənə rəqəm qoyuruq. Digər hissələrə isə hərəsinə 5, 5 qoyuruq. Rəqəmlər fərqlidir demək, ona görə fərqi yoxdur. Bu arada 2, 3, 5, 6'da 4'ü yazmamışam. O görüm sual cavabda heç 4 var. Yox imiş uşaqlar heç. 3, 5, 6'dan istifadə edib. Amma bura 300-dən böyük dediyinə görə 0 istifadə edə bilmirəm axı. Ay, Məlik, düzdür. Sonda 0 istifadə edə bilmərəm. Doğrudur. Burada 3 dənə versiya var. 300-dən böyük. Burada 0 istifadə edə bilmərəm. Çünki deyir ki, 300-dən böyük. Yəni 300-ün ölçüsünü götürmə. Burada zaten 5 variantın 5'ini də istifadə edə bilərəm. Burada da 4 variant istifadə edəcəm. Çünki bura 0 qoya bilmərəm. Yox, bir dəqiqə. Niyə ki? 320-ni istifadə edəcəm axı. Onda belə eləyək. Bura 5 variant istifadə edək. Sonda 1 çıxaq. Çünki 300-ün özünü götürməsin. Olar? Başa düşdüm. 75 elədi. Amma 300-ün özünü götürməyəcəyimizə görə son bir variantı çıxırıq. Qalır 74 variant. 74 variant. İndi belə bir sual verirəm. Möhtəşəm olur. Uşaqlar, sonuncu dəfə bunu verirəm və bitir. Qrafik təsvirinə şey deyirəm. Yekunlaşdırıb gedib bura həcm bərabərdir, o SS-dən istifadə edir. Maraqlı sualdır. Məncə maraqlı sualdır. Baxaq. Deyir ki, gənclər. Ümumi oxuyuram, siz də diqqət edirsiniz. Raster qrafik fayl. Nə yazılır burada? Raster qrafik fayl çevrilməsində yalnız rəng palitrası, en və uzunluq piksel ölçüləri dəyişdirilmişdir. Gəlin bunu burada açaydım. Saytdan zaten. Əgər çevrilmə zamanı palitrada olan rəng çaları yalnız dedi nə dəyişdirilib? En və uzunluqlar, piksellər. Düzdür? Rəng çaları 2048-dən 64-ə azalıbsa, en piksel 4 dəfə artıb, 4 ay yazıram. Uzunluq isə 6 dəfə azalıbsa, təsvirin miqdarı neçə dəfə azalmışdır? İnformasiya təsvirin miqdarı. Yəqin həcmi deyil də, həcm nə qədər azaldı? Miqdar deyəndə həcm necə? Ya bunu işləyəcəm. Mustafa'nın səsi çıxmır onsuz. 3 dəfə azalıb. Nahid. Mustafa 3 dəfə azalıb.
Turanə ilə işləyirəm. Turanə, nə tərsən ay Turanə? Darıxmışdın mənim üçün. Bəli, darıxmışdım. Geçdi. İşləyək. Nə yazdım ay Turanə? Sual qoy, məsələ yadımdan çıxdı ay Turanə. Orada heç yazılmamışsın. Nə tər başa düşdünüz? Özüm şey deyə bilmədim. Bir dəqiqə sual harda getdi? Burada Xəzər TV məni şeyə çağırır. Başım onların mesajına qarışıb. Rasa qrafik təsviri deyir ki, çevirmə zamanı rəng çaları 2048-ə. 2 dənə yazaq da Turanə, A vurulsun, B vurulsun, en düzdür. Sonrasını sən demə yazın. Birincini necə yazacaq? Mən burada 2048-dən 64-ə çıxıb düşüb sənəd adamsı. Aha. Birində A vurulsun, B vurulsun 12 yazırıq. 12-dir, hə. 11-i. 2048 11-dir. Hə, 11-dir. Sonra? O birisində də A vurulsun, B vurulsun 6-dır, 2 üstə 6 olduğuna görə. Aha, mən sən deyənəm, mən inşallah ki, hər şey yaxşıdır, hə. Bir də 4 dəfə artıb biri, o birisində də 6 dəfə azalıb. 4A vurulsun, B bölsün 6. Aha. Bir neçə dəfə azalsa, miqdar neçə dəfə azalmışdır, hə. Burada nə oldu, hay? Turanə. Rəyna, kömək elə görüm qızıma. Mən də səhv yazmışam, 11-in yerinə 12 yazmışam. Amma belə olmalıdır. 6'lar getdi. Ay, Turanə, gətirmişsən də bura qədər. 6'lar getdi, A vurulsun, B vurulsun 4, düzdür. Birincini də ikincisine bölürük, tamam. Hə. 11'i də bölürsən, A vurulsun, B vurulsun 4'ə. Bu da 2 tam nə qədər düşməlidir? 2 tam onda, bu görüm bölüm nə qədər düşürsən. Çünki cavablarda hamısı. Məndə də 2 tam neçəsə düşmüşdü, ona görə 3 yazdım. Yox, tamla. Tam %75. 2 tam %75. 2 tam %75 dəfə azalar. Oldu mu? Bəli. Kiminsə sualı var, gənclər bunlarla bağlı mənə. Okey. Keçə bilərəm digər mövzumuza. Digər mövzumuz deyəndə ki, ümumi məsələ. Gənclər yəqin ki, öz vahidləri ilə, yəni götürdü, yeni başlayan uşaqlarında minimum yazır, zaten 14 yoxsa 14-15-dir. Bir nəfər canım 12 yazıb da. Normalda belə düşünürəm ki, hamı informatikalı yuxarı yazıb. Bir dənə Hüseyin 12 yazıblar. Belə soruşduqlarım hamısı 14, 15, 16, 17 dedi. Heç də özümkilərini də bilirəm. Davam edirik gənclər. Bax, bu düsturla davam edirik. Gəlin bu düsturu biraz açaq. Deyir ki. Həcm bərabərdir S, S, S vurulsun. N burada nədir gənclər? N burada asid ola bilər, asid ola bilər. Unicode da ola bilər, Unicode da ola bilər. Standart əlifba da olar, standart əlifba da ola bilər, əlifba da ola bilər. Bu sətr səhifədir də. Gəlin bir dənə sətr səhifəni belə qısaca deyim sizə. Elə bir ki, mənə deyir ki, 3 dənə səhifəm var. Kitabda çoxlu səhifələr olurdu. Biz bu düsturla kitabın, vərəqin, axı Word-də zətdə işləyirik. Yəni, desəz qay müəllim. Mən bunları öyrəndim. Bunlar nə işimə yarandı? Bayaqki uşaqlar şəkli idi. Baxın, şəkli iPhone-da çəkirsiniz. İndi bilmirəm, siz nə ilə yolluyorsunuz. İndi AirPort-la, nədir bu? AirDrop-la yolluyorsunuz da. Yəni, WhatsApp-da yollayanda bəzən gec gedir. Deyirsiniz ki, həcmi yuxarıdır, gözdə yüklənsin. İndi internetlər şükür Allaha pis deyil, ha, yaxşıdır. Əvvəl amma biz internetin zəif olduğu vaxtlar var idi. Gözləyirdik neçə saatı. Ən belə sürətli yerdə belə internetin şeydir. Nəyisə yollayanda gözləyirdik ki, o gəlib fırlansın, başa çatsın. Yəni, biz şəklin həcmi, bax, məsələn, azaldanda sürətlə gedir, arxiləşdirdik, yaxı. Yollama sürəti, bu sürətlə yollayıram. İnternetdə gedir də, bu sürətlə yollayıram, neçə saniyə gedəcək. Bax, bayaqdan öyrəndiyimiz onlar idi. Şəkillər çəkdiririk, tap atarıq, hamınız fotosesiyanı sevirsiniz. Düşünürəm, son zəngə bağlı çoxlu videolar, qəşəng videolar paylaşırsınız bu arada. Şeylər eləyirsiniz. Şəkillər çəkirsiniz çoxlu. Bu videoları ötürəndə, eləyəndə, əslində bayaqki qrafik təsvirdə video məsələlər də var. İndi qarşımıza çıxmadı, çıxanda baxarıq, kadr, sürət, bilmirəm. O videoların WhatsApp-dan göndərilmə sürətidir. Neçə saniyə göndərilməsi. Bayaqdan biz onları öyrənirik. İndi isə Word-də zətdə, nə bilim, kiməsə mesaj yazırsınız, onları öyrənirik ki, görək ki,
mesaj yazılarında neçə simvoldan istifadə edirsiniz, neçə sözdən ibarət istifadə edirsiniz. Hər bir dənə hərf yaddaşda nə qədər yer tutur. Yəni bəzən deyirsə, müəllimə biz bunları harda istifadə edirik? Yəni bu bizə harda lazımdır? Sadəcə uşaqlar biz insanlar ta ki bunu kör-körənə yolluyursa çəkilib filan və s. və axır. İnformatika sahəsinə gedən uşaqlar deyir ki, yəni mən bunu bilirəm ki, yəni bu şəkildir ta ki yazılır ki, ta ki 5 megabit bölünsün saniyə ilə bu şəkli yollayıram, 10 dənə şəkildir. Təxmini şəklini də ölçüsün bilirsən ki, ta ki 5 megabaytdır. Sən bilirsən ki, indi internetdə sürətlidir. O vaxt biz bilirdik ki, bu şəkli yollamaq üçün maksimum nə qədər data lazımdır. Bəzən sürət çoxalsa da şey eləyirdik də, yəni daha zaman. Bu arada sürət artsa zaman necə dəyişər? Azalar yoxsa artar? Belə qəşəng bir sual verin. Azalar. Azalar. Buradan görürsünüz də. Bax, deyirəm, bəzən hansı düz mütənasibdir, tərs mütənasibdir. Bəzən suallar heç baxanda şey edirsən ki, artırırsan, azalırsan. Bəli. Bəs zaman azalanda sürət nə olar? Artacaq. Hı -hı. Dəyişməz. Dəyişər yoxsa dəyişməz? Dəyişməz. Dəqiq. Bir dənə nümunə göstər görüm. Yəni zamanla sürətin nə əlaqəsi var? Sürət öz yoluyla gedib də. Sualı verən kimdir mənə? Kimlə danışıram, qoy görüm. Alidə, Alidə, Alidə. 20 saniyə, Alidə, 20 saniyə. Saniyə. Sadəcə məsələləri hardan öyrəndiyimizə gəlib çıxmaq istəyirəm. İstəmirəm nəsə kör-körənə qalsın beyninizdə. 20 saniyə tutaq ki, 2 kilobaytlıq bir şəkil yolladın, düzdür? Həcmdir də 2 kilobayt. Deyirəm ki, 2 kilobaytlıq mətni 20 saniyə üçün nə qədər sürət lazımdır? Nə qayrasın? Alidə. 2 vuraram 2 üstü 10'a bölərim 20'ye. Axı bu saniyədir, ay Alidə. Mən sənə zaten həcm bərabərdir, sürət vurulsun zamanda sənə şey yoxdur. Ölçü vahidinə ehtiyac yoxdur. Alidə, yadıma sal, sənə bu tip məsələlərin daha geniş izahını atım sənə. Yaxşı? Yaxşı. Tamam mı? İndi vaxtımız getməsin, çünki gözüm vaxtadır. Mənim də dərsim var, çocuklar. Ona görə şey eləyə bilmirəm. Buna keçək, bu tip məsələlərə şey eləyim. Axırda vaxtımız qalsa, onu Alidə üçün aydınlaşdıraq. Olmasa video dərsini atacağım Alidə. Baxın, burada nələr var uşaqlar? Hərflər, salam sözü yazmışam. Bu hərflər nədir? Sonra necəsən yazmışam. Bu sətirdir. S hərfi amma nədir? Simvol. Neçə səhifəm var? 3 səhifəm var. 3 dənə səhifəm var. Neçə dənə sətir var? Ta ki, 1, nə bilim, 2 dənə sətir, 3 dənə. 3 dənə sətrim var. 3 sətir bildinizsə nədir? Oxuyursunuz, başa çatırsınız o. Hər sətirdə də salam 5 dənə simvol var. Obşu deyəcəm ki, bax, bu kitabda neçə dənə, həcmi nə qədərdir bu kitabın? Baytla ifadə olunur bunlardır. Ümumiyyətlə, kitab sətir məsələlərində bayt. Nəyə görə bayt götürürük? Standart halda bir hərfi bir bayt qəbul edirik ona görə. 9 dəfədə 5-in 45. 45 baytlıq deməli bu səhifədə məlumat var. Gənclər, biz hardan bildik bu baytdır? Çünki standart halda. Mən sizə demədim bunu ASCII ilə kodlaşdır, Unicode-la kodlaşdır. Standart halda da ASCII götürülür. Niyə görə bayt dedim? Çünki bir bayta vurdum birbaşa. Amma burada N-in vahidi həmişə bitdir. Sadəcə bitdir. Biz ASCII-də bir baytı necə alırıq? 8 bitdi normalda 8 bitdi. Prosta 8 biti bayta çevirir, bir baytdır. N burada Unicode 16 bitdi, 16 biti 2 bayta çevirirsiniz. Standart əlifbada, tutaq ki 32 simvollu əlifbada 5 bitdir. Day 5 biti bayta çevirə bilmirəm, amma 5 8-ə böləndə nə bilim nə alınacaq. Elə deyirsən 5 bitdən hesablamaq daha rahatdır. İndi bizə deyir ki, informatika sözün həm ASCII-də, həm Unicode-da, həm də 32 simvollu əlifbada yaddaşda tutduğu yer tap. Bunu tapın, gedək sonra məsələlərə. Asan söz. Mən bizim dərslərimiz 2 saat olacaq. Bəli, Turanə, nə istəyirsən? Az olsun.
Yo, mən soruşdum vaxtı. Tamam, 25-dən sonra ikinci 5-ci gündə dərsimiz olacaq. 18:30-da saatı dəyişmə fikrim yoxdur. Uyğundur? Tamam. Həftə içi 5 gün dərsimiz olacaq. Əvvəlcədən də xəbər vermişəm. Var. Hə, 2-5-i bəlkə 2-4-ü, 2-4-ü bəlkə 1 saat yarım, nə bilim. Yorulsuz belə 90 dəqiqə yekunlaşdıraraq, amma məncə 2 saat alınır. Belə mən 2 saat interval düşünmüşəm. Yorulsuz 2-5-i biraz tez buraxa bilərəm sizə, amma 1-3-5 birbaşa dərs keçəcəm burada və son 30 dəqiqəsini sınaq işlədəcəm. Hə, gəlin baxaq, informatika sözündə 11 dənə hərf var. Asidə 11 hərf varsa 11 baytdır. Unicode-da bir hərf 2 baytdır. 22 baytdır. Standart əlifbada 11-i vurursunuz 5-ə. Neçə? 55 bit. Bayta çevirsək, baytla da göstərəcəkdik. Ay gənclər. İndi sizə həm ev tapşırığını verəcəm, həm də ev tapşırığı içərisində bu tip sualları işlədəcəm sizə. Ev tapşırığını işləyəcək Array kitabından atacağım sizə. Coşqun, hansı kitabı işləyib qutarmısınız? Müəllimə ilə hansı kitabı işləmişdiniz? Sorry. Biz Dimi işləmişdik, Koderan da işləyib qurtarmışdıq, Arrayı da biraz işləmişdik. Qəşəng işlədik müəlliməniz. Halaldır müəlliməniz. Yaxşı işləyib. Nihat siz? Nihat zaten Nihat'ı bildim. Nihat'ı yoxlamışdım. Dedim müəllimimizin öz kitabı var. Hə. Gənclər evə verirəm nəyi? Bunlar boş şeylərdir. Nəysə. Boş şeylər deyəndə mən keçməmişəm də, axırda keçəndə qayıdacağam. İnformasiyanın ölçü miqdarı və ölçülməsi. Yalnız cütləri işləyəcəksiniz. Obşi 100 testdə yuxarı çalışacağım, çıxmayayım. Çıxsam da 120 zad olacaq. Deməli, qoy qrupunuza səs atın, həm də evə geçsin. Deməli, evə verirəm nə? İnformasiyanın ölçü vaidləri və ölçü miqdarını, informasiyanın ölçü miqdarı. Array kitabından səhifə 18-dir. Səhifə 18-dir, kitabın özündə 18 yazılıb. Buradan işləyirsiniz cütləri. Ümumi neçə testi? Ümumi 55 testi cütləri işləyirsiniz. Sonra informasiyanın kodlaşdırılması. Səhifə 22-dədir. Buradan da cütləri işləyirsiniz. Buradan da cütləri işləyirsiniz. Ümumi neçə testi? Ümumi 89 testi. Əla. Sonra işləyirsiniz kompüter qrafikası. Kompüter qrafikası da səhifə 28-dədir. Səhifə 28-dədir. Buradan neçə test işləyirsiniz? Buradan da cütləri işləyirsiniz. Baxın, görün. Burada da 66-dır. Ümumi haradasa ortalama 100 testdir. Deməli, raster qrafikası kodlaşdırma. Səhifə 16. 16-da işlədiniz. Sonra mövzumuz başladı. Səhifə 28-də var. Yenə cütləri. Bir də səhifə mövzunun adı nə idi? Yadımdan çıxdı. Təkrar edirəm. İnformasiyanın kodlaşdırılması səhifə 22-dədir. Hamısından cütləri işləyirsiniz. Ev tapşırığı ilə bağlı sual olan var. İndi buradan işlədəcəm ki, sual tiplərini sonra deməyəsiniz. Ay müəllimə, verdiyiniz başqadır, işlətdiyiniz başqadır. İkinci tur onlayn şans imtahanada səsi ilə deyirəm. Gənclər, qoy görün burada nə tər suallardır. Bundan yuxarıdakılar asandır, düşünürəm. Asandır. Evet, geçək suallar. Gəlin, 54-ü siz işləyərsiniz. 53-ə baxaq. Hətta 52-yə də baxaq, gənclər. 52, 53. Bir dəqiqə vaxtınız var. Biraz tez olaq ki, 20 dəqiqəyə də, son 20 dəqiqədə sınaq işlədəcəm sizə. Neysə, belə bir məsələyə baxırdıq uşaqlar. 32 sətrimiz var, sətr 32 səhifəmiz var. 64 səhifənin bir səhifəsində 16 kilobaytlıq həcm var. Yerdə qalır 64 səhifə. Bu da ASCII standart deyən 1 bayta vurduq. 210-a böldük və aldıq 64 kilobayt. Sonuncu səhifədə 16 kilobaytlıq bir nəyimiz var, şəklimiz var idi. İndi deyir 80 kilobaytda 100-dürsə, 30% artıqləşdirir. Bax, ikisi də 70-dir. Yerdə qaldı 56 kilobayt. İndi deyir 56 kilobaytı da 7 kilobaytla ötürürük. T-də bərabərdir. T-də bərabərdir. 56 kilobayt bölünsün 7 kilobayt. Bu da eləyir 8 saniyə. 8 saniyə. Gənclər, heç bilmirəm ki, recording nə yerdə qaldı. Eybi yox. Əsas odur, bayaq əsas hissələrin